Bir anlıq düşünün. Bəlkə də həyatınızı məhv edən şey həddindən artıq düşünməkdir. Bəlkə də sizə daha çox bilik, daha çox şans və ya daha yaxşı şərait lazım deyil. Bəlkə də sizə lazım olan tək şey bir vərdişdir. Çox sadə, hər gün təkrarlanan, amma o qədər güclü bir vərdiş ki, bütün o yeni biliklərin, böyük planların bacarmadığı bir şey edə bilər. Sizin reallığınızı kökündən dəyişə bilər. Bu sual yəqin ki, çoxumuza tanışdır, elə deyilmi? Nəzəriyyəni əzbər bilirsiniz, amma həyatınızda heç nə dəyişmir. Sanki bir dalana dirənmisiniz. Dəfələrlə nəsə oxuyub, nəsə eşidib demisiniz ki, hə, bunu onsuz da bilirəm. Yaxşı, bəs əgər həqiqətən də bilsəyiniz, həyatınız indiyə kimi niyə dəyişməyib? Maraqlısı oldu, deyilmi? Baxın, işin əsl sirri burasındadır. Cavab daha çox kitab oxumaqda, daha çox seminara getməkdə deyil. Cavab, əksəriyyətimizin heç vecinə almadığı tək bir vərdişdə gizlənib, nizam-intizamlı təkrarlama. Yaxşı, gəlin indi bu məsələnin biraz dərinliyinə gedək. Görək bu əsl dəyişikliyin, yəni transformasiyanın arxasında dayanan o əsas prinsip nədir? Biz adətən nə edirik? Həmişə yeni bir metod, yeni bir sir axtarırıq. Halbuki əsl güc yeni bir şey tapmaqda deyil. Əsl güc, bildiyimiz o tək və güclü həqiqəti beynimizə, ruhumuza dərinləməsinə həkk etməkdədir. Təkrar etməkdə. Həyatı dəyişən bilik, özü deyil, o biliklə nə etdiyimizdir. İndi isə bu rəqəmə diqqət edin, 96%. Həyatımızın, qərarlarımızın, davranışlarımızın təxminən 96%-ni şuuraltımız idarə edir. Bir anlıq düşünün, bu nə deməkdir? Və bilin ki, təkrar şuuraltının anladığı yeganə dildir. Yeganə. Beyninizdə ilişib qalan o səsləri tanıyırsınız? Sanki sınıq bir val eyni cümləni təkrar fırladır. Mən bacarmaram. Bu mənim üçün deyil. Artıq gecdir. Bax, bunlar da təkrar nəticəsində yaranan vərdişlərdir, amma zəhərli vərdişlər. Və fərqində olmasaq da bütün həyatımızı məhz bu daxili proqram idarə edir. Yaxşı, bura qədər nəzəriyyə idi. İndi isə gəlin real bir hekayəyə, bu prinsipə canlı bir sübut olan Bob Proctor'un hekayəsinə baxaq. Bu hekayə deyilənlərin praktikada necə işlədiyini mükəmməl göstərir. Təsəvvür edin, Bob Proctor heç bir təhsili olmadan döşəmə yuyur. Bir gün bir dostu ona Düşün və Varlan kitabını verir və sadəcə bir şey deyir. Hər gün mən deyəni et. Bob heç nə anlamır, heç nə dəyişmir, beyni ona bu axmaqlıqdır, işləmir deyə qışqırır. Amma o, inadla hər gün deyiləni etməyə davam edir və yavaş-yavaş, addım-addım hər şey dəyişməyə başlayır. Və baxın, bu cümlə hər şeyi izah edir. Əsas məsələ onun nə iş görməsi deyildi. Döşəmə təmizləməyin heç bir əhəmiyyəti yox idi. Əsas məsələ o prosesdə beynində baş verən dəyişiklik idi. Dəyişiklik daxildə baş vermişdi. Çoxumuz məhz bu məqamı gözdən qaçırırıq. Yaxşı, bəs hər şey bu qədər sadədirsə, niyə hamı bunu etmir? İnsanları bu prinsipi tətbiq etməkdən saxlayan o böyük maneə nədir? Cavab sadədir, şübhə. Şübhə sadəcə bir his deyil, bunu unutmayın. O bizim səssiz razılığımızla arzularımızı oğurlayan fəal bir düşməndir. O həmişə məntiq, ehtiyatlılıq maskası altında gizlənir və biz onun hər gün bizi necə yavaş-yavaş zəhərlədiyinin fərqinə belə varmırıq. O içimizdəki səs var ha, həmişə pıçıldayır. Bəs birdən alınmasa, bəs cəhd edib uğursuz olsan, bu sual hamımıza tanışdır, elə deyilmi? Şübhənin ən sevimli silahıdır bu. Amma gəlin bu suala daha güclü bir sualla cavab verək. Bəs heç vaxt cəhd etmədiyin üçün ömrünün sonuna qədər peşmançılıq çəksən, hansı ağrı daha böyükdür? Uğursuzluq qorxusu, yoxsa peşmançılığın daimi ağrısı? İnanın mənə, ikincisi qat-qat daha ağırdır. Real bir nümunə istəyirsiniz? Walt Disney. Bugün milyardlarla dollarlıq bir imperiya olan Disneyland, bilirsinizmi? O layihə üçün maliyyə tapana qədər ona neçə dəfə yox deyilib? 300 dəfədən çox. Təsəvvür edirsiniz? Çoxumuz yəqin ki 5-ci cəhddən sonra təslim olardıq. Amma o, içindəki şübhəyə deyil, xəyalına inanmağı seçdi. İndi isə gəlin uğura gedən yoldakı ikinci böyük maneəyə keçək. Cəmiyyətin gözləntiləri adlı o görünməz həbsxanaya. O, Proctor bu cümləni eşidəndə deyir ki, həyatım dəyişdi. Çünki o an anladı ki, o əslində özü kimi yaşamır. O anasının, atasının, dostlarının, cəmiyyətin gözləntilərinin bir əksi kimi yaşayır. Özünün əsl mahiyyəti ilə deyil. Gəlin səmimi olaq, əksəriyyətimiz bu tələdəyik. İşdə bir maska taxırıq, ailənin yanında başqa bir maska, sosial mediada isə tamamilə fərqli bir maska və zamanla bu maskaların altında əslində kim olduğumuzu unuduruq. Bir anlıq özünüzə sual verin, sizin hansı hissəniz həqiqətən sizə aiddir, hansı hissə isə sadəcə başqalarını razı salmaq üçün bir roldur. Əsl azadlıq, hamını məmnun etməyə çalışmaqdan imtina edib, öz həqiqətinizə,
öz ruhunuza sadiq qalmağa qərar verdiyiniz an başlayır. Bu egoist olmaq deyil, əsla. Bu, özünüzə qarşı dürüst olmaq deməkdir. Yaxşı, bu qədər danışdıq, indi isə gəlin yekun ən praktiki hissəyə keçək. Bu hissə sizə irəli getmək üçün aydın bir yol xəritəsi verəcək. Unutmayın, həvəsə gəlib 1-2 gün nəsə etmək heç bir nəticə vermir. Bu, idman zalına ildə bir dəfə gedib möhtəşəm bədən gözləmək kimidir. Faydasızdır. Həqiqi, qalıcı dəyişiklik yalnız və yalnız hər gün nizam-intizamla etdiyiniz şeylərdən yaranır. Deməli, sizə çox sadə, amma çox güclü bir plan təklif edirəm. Həyatınızda görmək istədiyiniz dəyişikliyi ifadə edən güclü bir fikir seçin və 30 gün boyunca, hər gün, bir gün belə buraxmadan, onu ucadan, hiss edərək, tam bir inamla təkrarlayın. Və bunu ağlınızdan çıxarmayın. Bu, hansısa bir sehir deyil, möcüzə gözləmək deyil. Bu, proqnozlaşdırıla bilən bir elmdir, zehnin elmi. Doğru təkrar, doğru vərdişi yaradır. Doğru vərdiş isə sizin istədiyiniz həyatı yaradır. Bu qədər sadədir. Baxın, sonda hər şey sizin bir qərarınıza bağlıdır. İstədiyiniz o dəyişiklik sadəcə bir qərar qədər sizə yaxındır. Bu mövzunu mənimlə birlikdə araşdırdığınız üçün təşəkkür edirəm. Amma bundan sonraki addım tamamilə sizə aiddir. Özünüzə olan sədaqətinizə.